Bu mənim üçün çox gözlənilməz və çox sevindirici bir xəbər oldu. Yüksək nəticə əldə edəcəyimi gözləyirdim, lakin 300 bal olub-olmadığından tam əmin deyildim. Çünki məsələn, ətraflı yazılı cavab tələb olunan tapşırıqlarıma tam bal verilib-verilməyəcəyindən bir qədər tərəddüdlü idim və məsələn, kodlaşdırma zamanı gözümdən nəsə qaçıb-qaçmadığından da tam əmin ola bilmirdim. Amma bu xəbəri mən ilk növbədə anamdan eşitdikdə hələ də inana bilmirdim. Daha sonra artıq ətrafımdakı bir neçə insan bunu mənə dedikdən sonra və siyahıda da hətta adımı göstərdikdən sonra bundan tam əmin oldum və ümid edirəm ki, növbəti imtahanda da inşallah ki, belə bir nəticə göstərərəm. Əslində mənim üçün ən çətin məsələ vaxtı bölüşdürmək idi. Çünki elə etməli idim ki, bütün fənlərə kifayət qədər vaxt ayıra bilim. Bunun üçün də qrafikimi xüsusi dəqiqliklə qurmalı idim. Lakin mən bilirəm ki, istənilən uğuru əldə etmək üçün müəyyən çətinliklərə davam gətirmək lazımdır. Mənim üçün ən böyük problem vaxt problemi olsa da, mən bunu həll etməyi bacardım. Bəli, OTK-nın sınaq imtahanlarında bir neçə dəfə iştirak etmişəm. Amma heç vaxt 300 bal nəticəsi toplaya bilməmişdim. Bu nəticəni imtahanda göstərdim. Mən ən çox Dövlət İmtahan Mərkəzinin nəşri olan test toplularından istifadə edirdim. Bununla yanaşı həmçinin Abituriyent jurnalının buraxılışı olan buraxılış fənləri üzrə 20 sınaq vəsaitlərindən də istifadə etmişəm. Və imtahana az müddət qalmış, əvvəlki illər buraxılış imtahanlarında istifadə olunmuş test tapşırıqları və model suallar üzərində də işləmişəm. 4-cü ixtisas qrupu üzrə hazırlaşıram. Təhsilimi inşallah Azərbaycan Tibb Universitetinin Müalicə İşi Fakültəsində davam etdirməyi düşünürəm. Mənim məqsədim vətənimə layiqli və peşəkar həkimlərdən olmaqdır. Ən böyük arzumdur ki, insanların həyatını xilas eləyim və bu yolda vətənimə layiqli bir vətəndaş olum. Mənim ən böyük motivasiyam uğur əldə edəcəyimə inanmağım idi. Bilirdim ki, bu imtahandan yüksək nəticə əldə edəcəm, çünki böyük əzmkarlıqla çalışırdım bu yolda və nəhayət istədiyimə nail oldum. İlk növbədə mənim fikrimcə uğur əldə etmək üçün insan qarşısına qoyduğu məqsəddən heç zaman dönməməlidir. Düzdür, bu yolda çətinliklərlə qarşılaşa bilərik, amma bu o demək deyil ki, biz hər çətinliklə qarşılaşanda öz məqsədimizdən geri dönməyi düşünməliyik. Əksinə, çətinliklərin üzərinə getməli, onların həlli üçün çalışmalı və nəhayət məqsədimizə nail olmaq üçün bir çox addımlar atmalıyıq. Və mənim fikrimcə, yəni hər bir abituriyent bu üsullardan istifadə etsə, öz məqsədinə nail ola bilər. Dediyim kimi, Azərbaycan Tibb Universitetində təhsilimi davam etdirib, daha sonra vətənimə layiqli bir həkim olaraq öz peşə fəaliyyətimə başlamaq istəyirəm. İnşallah məqsədimə çataram.